Salam, Açıq dərsin bu dəfəki buraxılışında təhsil işçilərini son vaxtlar ən çox maraqlandıran bir mövzunu müzakirə edəcəyik. Müəllimlərin diaqnostik qiymətləndirilməsi necə aparılmalıdır? Ekspertlərimiz və auditoriya ilə birlikdə bu suala cavab tapmağa çalışacağıq. Qonaqlarımız Elçin Sərdarov, təhsil üzrə ekspert, İlham Cavadov, Təhsil Problemləri İnstitutunun əməkdaşı və auditoriyada əyləşən müxtəlif məktəblərin direktorları, eləcə də ümumi təhsil məktəblərində çalışan müəllimlərimiz. Xoş gəlmişsiniz. Hər kəsi salamlayırıq. Elçin müəllim, bir təhsil eksperti kimi istərdim ki, ümumiyyətlə, müəllimlərin diaqnostik qiymətləndirilməsinə bugün nə dərəcədə ehtiyac var? Bununla bağlı sizin fikirlərinizi eşidək. Peşəkarlığı inkişaf etdirmək, innovativ metodları tətbiq etmək, uşaqları müasir dövrdə, qloballaşan dövrdə bazar iqtisadiyyatına hazırlamaq. Bunun üçün müəllimlərin həm innovativ təlimlər üsullarından bacarıqları, bilikləri olmalıdır. Həm interaktiv metodlardan, həm qeyri-formal təhsildən onların bilik və bacarıqları olmalıdır. Həm şagirdlərə müstəqil işləmək, müstəqil tədqiqat aparmaq, belə bir qabiliyyətləri də aşılamalıdırlar. O baxımdan artıq vaxtdır. Yəni, bütün maraqlı tərəfləri cəlb eləyirik ki, müəllimlərin nüfuzu, müəllim peşəsinin nüfuzu Azərbaycanda qalxsın. Və bunun üçün də gələcəkdə, yəqin ki, bu konsepsiyada da var, müəllimlərin attestasiyası olması üçün hazırlıq işləri görülməlidir. Bu işləri görmək üçün biz ictimai görüşlər keçiririk ki, müəllimlər hazır olsunlar. Bu, həm onların gələcəkdə stimullaşdırılması üçün lazımdır, həm də ki, gələcəkdə peşə, karyera inkişafı üçün və digər stimullaşdırıcı tədbirlər üçün bu tədbirlər lazımdır. Çox sağ olun, təşəkkür edirik. İlham müəllim, siz necə düşünürsünüz? Ümumiyyətlə, bu diaqnostik qiymətləndirmə müəllimə nə qazandıracaq? Müəllim fəaliyyətinin qiymətləndirilməsi bilirsiniz 2007-ci ildə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı ilə əlaqədar qəbul olunmuş strategiya və konsepsiya sənədində müəllim pedaqoji fəaliyyətinə verilən əsas tələblər var ki, birinci metodoloji tələblərdir. İkinci, mədəni səviyyəyə bağlı bacarıqlardır. Üçüncü, fən yönümlü bacarıqlardır. Mən hesab edirəm ki, müəllim fəaliyyətinin qiymətləndirilməsində, yəni diaqnostikasında bu üç amil əsas götürülməlidir. Digər bir istiqamət isə onun dərs etdiyi sinifdəki şagirdlərin fəaliyyətinin qiymətləndirilməsinə olmalıdır. Bu zaman müəllim fəaliyyətinə bağlı tam aydın mənzərə təsəvvür olunur və bu mənzərəyə əsasən də onlara əmək haqqı sisteminin tətbiq olunması daha məqsədə uyğun olar. Hesab edirəm ki, müəllim fəaliyyətinin qiymətləndirilməsində, yəni diaqnostikasında dediyimiz bu üç əsas məsələdən birincisi metodoloji əsasları, yəni bacarıqlar, yəni ki, pedaqoji, psixoloji bacarıqlar, yəni təlimdə tamlığın nəzərə alınması, həmin meyar daxilində. Birinci, biz kriteriyaları dəqiq müəyyənləşdirməliyik ki, o kriteriyalar əsasında biz müəllim fəaliyyətini diaqnoz edək. Yəni, o kriteriyalarda biz çəki əmsalları qoyuruq və bilirik ki, bu çəki əmsallarına görə hansı göstəricilər malik olan müəllimləri, hansı səviyyədə olan müəllimlərimiz hesab edəcəyik. Və burada təlimin tamlığı məsələsi, təlimdə bərabər imkanların yaradılması, fəal öyrənmə mühitinin yaradılması, yaş xüsusiyyətlərinin, uşaqların meylinin, marağının nəzərə alınması təlim prosesindəki bu məsələlər orada öz əksini tapmalıdır. İkinci, mədəni səviyyə ilə əlaqədar bacarıqlar dedikdə, bunun əməkdaşlıq qurması, mədəni ünsiyyətdə olması, mənəvi əxlaqi dəyərlərin olması, digər bir məsələ müsbət rəqabət apara bilməsi olmalıdır. Üçüncü məsələ dedik ki, fən yönümlü bacarıqlar. Bu fən yönümlü bacarıqlar dedikdə, burada nəzərdə tutulur tədris etdiyi fənlə əlaqədar onun bilgiləri, əldə olunan həmin fənin əldə etdiyi ən yeni nailiyyətlərin tədrisdə uşaqlara aşılanması, uşaqlarda o bacarıqların formalaşdırması. Hesab edirəm ki, ikinci istiqamət isə bu dərs dediyi şagirdlərin təlim nəticələrinin nəzərə alınması. Bu da tam aydın təsəvvür yarada bilər. O baxımdan ki, birinci istiqamətdə biz müəllim bacarıqlarını ölçərik, bu müəllim tam yaxşı müəllim ola bilər, yaxud da ki, əksinə. Amma
İkinci tərəfdə bu olmaya bilər. Onun dərs edən şagirdin nəticələri, yaxşı müəllimin nəticələri zəif də ola bilər, zəif müəllimin nəticələri yaxşı da ola bilər. Bu da məktəb daxili idarə etmədə yaranan məsələlərdir ki, bu məsələlərin hamısının öyrənilməsi, yekunda bir müvafiq idarə etmə qərarının verilməsi bizim müəllim fəaliyyətə sınayma sisteminin yaradılmasında çox böyük köməklik eləyə bilər. Çox sağ olun, təşəkkür edirəm və Elçin müəllim, istərdim ki, bu fikrə siz münasibət bildirəsiniz. Bəzi məktəb direktorları və rayon təhsil şöbələri məktəblərdə müəllimləri diaqnostik qiymətləndirmək məqsədi ilə müxtəlif suallar tərtib edir və həmin müəllimləri imtahana cəlb edirlər. Təhsil Nazirliyi ilə razılaşdırmadan hansısa bir məktəb direktorlarının müəllimləri arasında imtahan keçirilməsinə ixtiyarı varmı? Məktəb müdirləri hər hansı bir belə formada, təbii ki, bu peşəkar bir sorğu olmalıdır. Müəllimlərin bilik və bacarıqlarını öyrənmək üçün, onların akademik bilikləri təbii ki var, onlar öz üzərində işləyirlər, işləmirlər. Yəni, vaxt getdikcə yeni tələblər var, yeni metodikalar var. Məktəb müdirləri fəal mövqe göstərməlidirlər. Amma ümumi respublika səviyyəsində hansı ki sınaq testləri falan keçirsə, bu yüksək səviyyədə peşəkar qurumlar tərəfindən keçirilməlidir. Çox sağ olun və istərdim ki, elə bu məqamda bizim auditoriya söhbətə qoşulsun və auditoriyada əyləşən məktəb direktorlarımız var. İstərdim ki, bax elə burada danışılan məsələlərə əvvəlcə direktorlarımızdan başlayaq. Buyurun. 187 nömrəli məktəbin direktoru Nailə Məmmədova. Bütün bu prosesləri yerinə yetirmək üçün müəyyən bir zaman lazımdır. Bunun da qarşılığında əsas ilk növbədə güclü dərsliklərin hazırlanması ən vacib şərtlərdən biridir. Və güclü dərsliklər hazır olduqdan sonra isə həmin müəllimlər üzərində çalışmalıdırlar. Zəhmət olmasa digər məktəb direktorlarımız fikirlərini eşidək. 189 nömrəli məktəbin direktoru Ceyran Quliyeva. Bəli, bugün müxtəlif fikirlər səslənir bu sahədə. Hələ bu barədə qəti Təhsil Nazirliyi tərəfindən qəti addımların atılması və yaxud da müvafiq qərarların qəbul edilməsi, hələlik biz bunu gözləyirik. Ancaq mənə elə gəlir ki, mən belə düşünürəm ki, burada bəli, ilk növbədə könüllülük prinsipi olsa da, ancaq biz təhsilimizin inkişafı naminə burada yalnız könüllülük prinsipini deyil, eyni zamanda məcburilik prinsipini də önə çəkməliyik. Bizim müəllimlərimizin müasir təhsilə nə dərəcədə cavab verib verməməsi səviyyəsi qanunvericiliklə müəyyənləşdirilməli və bu sahədə mənə elə gəlir ki, yalnız ondan sonra uğur biz əldə edə bilərik. Və digər direktorlarımızdan yaxşı olar ki, bu məsələyə münasibət bildirəsiniz. Məktəbinizdə heç müəllimlərlə bağlı hansısa bir sorğular aparmısınızmı və yaxud imtahan təşkil etmişsinizmi? 190 nömrəli məktəbin direktoru Afət Bakıxanova. Mən qulaq asıram, mənə elə gəlir ki, heç bir sorğuya ehtiyac yoxdur. Əgər direktor hər hansı bir müəllimin dərsində bir dəfə iştirak edirsə, artıq onun səviyyəsini bilir. O ki, qaldı attestasiya məsələsinə. Nəhayət ki, zaman gəldi, çatdı ki, biz pisə pis, yaxşıya yaxşı deyək. Heç kəsən gizli deyil ki, məktəblərdə bütün müəllimlər eyni səviyyədə işləmir, eyni səviyyədə dərs demir. Bir qrup müəllim staj toplayan müəllimlərdir. Bir qrup müəllimlərin isə çiynində məktəbin bütün ağırlığı gedir. Axı bu müəllimlər hamısı eyni dərəcə ilə maaş alırlar. Bəs yaxşının, zəhmət çəkənin nəticəsi gözə görünməsin. Afət xanım, bugün ən yaxşı müəllimlərimiz hesab olunur o müəllimlər ki, bu insanların belə deyək də yekun nəticəsi olaraq şagirdləri universitetlərə qəbul olur, yüksək nəticə göstərirlər. Misal üçün, müəllimlərimiz var ki, daha çox repetitorluqla məşğul olur, ancaq orta məktəbə o qədər də böyük diqqət ayırmır. Misal üçün, 6 saat, 12 saat maksimum dərs saatı götürür. İş saatını isə o digər, belə deyək də, evində repetitorluqla məşğul olur. Sizə elə gəlmirmi ki, misal üçün, hansısa bir testlə bir müəllimi yoxlayan zaman həmin o müəllimlər daha yüksək nəticə göstərəcəklər, digər müəllimlər isə ola bilsin bəlkə aşağı nəticə göstərsinlər. Mən elə bu məsələni fikirləşirəm. Sözsüz ki, onlar yüksək nəticə göstərəcəklər. Mən belə hesab edirəm. Amma biz məktəbə müəllimi qazanmaq istəyirik axı. Bəli, mən belə fikirləşirəm ki, bu zaman, bu diaqnostik qiymətləndirmə mərhələsində o müəllim məktəb üçün nə edir? O məktəb üçün dərs deyir, müəllim şagirdlərinə dərs deyir, buna görə əmək haqqı alır. Amma məktəbdə müəllimin fəaliyyəti də qiymətləndirilməlidir. Sən bir fən müəllimi kimi
hansı uğurlar qazanmısan, şagirdlərin hansı olimpiyadalarda, hansı müsabiqələrdə iştirak edib, məktəbdə nə etmirsən sən, hansı tədbiri keçirmirsən, hansı işi görmürsən, bu məsələlər də qabardılmalıdır, mütləq qabardılmalıdır. Əslində biz sizi bura dəvət etmişik ki, siz biliyinizin necə yoxlanılmasını istəyirsiniz deyə öz fikirlərinizi bildirəsiniz. Və müstəqil ekspertlər var burada. Nə təhsil idarəsindən, eyni zamanda Təhsil Nazirliyindən burada heç kəs təmsil olunmur. Yəni, özümüz danışırıq, özümüz necə istəyirik bizi qiymətləndirsinlər deyə bu sualı gəlin bir cavablandıraq. Buyurun. Mən hesab edirəm ki, müəllim fəaliyyətinin qiymətləndirilməsində birinci həmin müəllimin təhsil sənədləri araşdırılmalı. Yəni, onun ixtisası artırma kurslarında iştirakı, təlimlərdə iştirakı, aldığı sertifikatlar, beynəlxalq və respublika səviyyəli konferanslarda iştirakı, etdiyi məruzələrin öz işinə uyğunluğu və digər rəqabətdə davamlı layihələrdə, yaradıcı işlərdə iştirakı, dərsliklərin, dərs vəsaitlərin, metodik tövsiyələrin hazırlığında iştirak məsələləri araşdırılmalı. Bu bir istiqamət bu olmalıdır. İkinci bir istiqamət dediyim kimi şagirdlərin təlim nəticələri olmalıdır ki, bu uşaqların, bunun dərs dediyi sinifdəki uşaqların hansı təlim nəticələri var. Bu, mən hesab edirəm, bu testlərlə yox, hansısa bir standartlara uyğunluğu, müəllim standartları olmalı və həmin o standartlara uyğun müəllimin bacarıqları, kompetensiyalar, səriştəliliyi ölçülməlidir ki, sənin sinifində fəal təlim mühitini necə yaradırsınız? İstər-istəməz müəllimə həmin o açıq sual cavablandırarkən həmin işi necə təşkil etdiyini orada qeyd eləməlidir. Ya biz ondan əgər yenə akademik biliklərinin test vasitəsilə soruşarıqsa, bu yenə bilik yönümlü oldu. Amma biz özümüz deyirik ki, bugün biz şəxsiyyət yönümlü təhsil sistemi qururuq, şəxsiyyət yönümlü təhsil sistemi qurursa, səriştəyə əsaslanan kompetensiyalar əsaslanan təhsil sistemi qurursa, birinci o kompetensiyalar o tədrisi həyata keçirən müəllimdə olmalıdır. Mən onu hesab edirəm ki, əgər müəllimlər biz fəaliyyətin diaqnostikasını keçiriksə, onlar sırf fəaliyyətə əsaslanan bir sistemdə olmalı. Daha hər hansı bir testlə, sorğu ilə olmaqdansa. Çox sağ olun, təşəkkür edirik və qeyd edim ki, verilişdən bir neçə gün əvvəl biz Facebook sosial şəbəkəsində Kurikulum Az qrupu var və orada da haradasa bir 10 mindən yuxarı müəllim cəmlənib. Həmin o müəllimlər arasında biz sorğu apardıq. Xeyli müxtəlif fikirlər, müxtəlif şərhlər və o şərhlərin də əksəriyyətində, belə deyək, müəllimlərin testlə biliyinin yoxlanılması, yəni bir mərhələdə keçirilməsi əslində müəllimlər tərəfindən çox da qəbul olunmadı. Yəni, onlar tərəfindədirlər ki, bizim biliyimiz bir yox, bir neçə mərhələdə qiymətləndirilsin. Misal üçün, siz biraz əvvəl qeyd etdiniz, amma sizin fikrinizin əksi olaraq qeyd edim ki, Kurikulum Az qrupunun yaradıcılarından olan Almaz xanım qeyd edir ki, Almaz Həsrət yalnız sənədlərinə görə olmamalıdır mənim fikrimcə. Ən əsası praktiki bilik və bacarıqlar yoxlanılmalıdır. O da testlə yox, real bir otaqda əyləşib hər hansı bir dərs nümunəsi hazırlanmalı, həm də praktiki olaraq kompüterdən istifadə yoxlanılmalıdır. Sözsüz ki, şəffaf və ədalətli. Digər bir fikir var ki, misal üçün, Zakir Həsənov qeyd edir ki, ilk növbədə məktəb direktorlarından başlamaq lazımdır. Bu da əslində maraqlı bir fikirdir. Eyni zamanda digər bir fikri oxumaq istərdim ki, İlahə Fazilova attestasiya ilk növbədə müəllimin biliklərinin yoxlanılmasından daha çox bacarıqlarının müasir kompetensiyalara hansı dərəcədə cavab verməsinin ölçülməsi ilə bağlı aparılmalıdır. Fikrimcə, bir neçə mərhələdə təşkil olunmalıdır. Biraz əvvəl qeyd etdiyimiz kimi, müəllimin innovativ layihələrdə, təlimlərdə iştirakı, sertifikatların təsdiqi ilə yoxlanılmalıdır. Müasir tələblərə uyğun dərs metodikası ilə bağlı intervyu tipli açıq sorğu, bura imtahan da əlavə etmək olar, praktiki dərsin izlənilməsi. Müxtəlif təkliflər var, müxtəlif yanaşmalar var. Siz necə düşünürsünüz? Almaz xanımın fikri ilə razıyam. Elə beynəlxalq təlim mərkəzləri var ki, onların mərkəzləri beynəlxalq səviyyədə tanınır. Onların keçirdiyi təlim kursları da həm davamiyyəti öyrənir, həm təlim materiallarına görə, orada keçirilən sorğulara qiymətləndirməyə görə çox yüksək reytinqlərə malikdirlər. Amma elə təlim mərkəzləri var ki, bəzi müəllimlər yazılır, sadəcə olaraq vaxt itkisidir. Müəllimlərin hansı ki o təlimlərdə iştirak ediblər, onlarla müsahibə keçirmək, yaxud onların həmin o təlimdə aldığı idarəetmə, monitoring ya belə deyək də təqdimat qabiliyyətləri, onları dərslərdə görmək daha yaxşı olardı. Dərsdə oturaraq, indi ali təhsil
müəssisələrində artıq tətbiq olunur bu. Müəllim dərsi keçirərkən universitetdən müəyyən nümayəndələr gəlir, oturur, onun deməli kompüter vasitəsilə, PowerPoint vasitəsilə təqdimatını dinləyir. Həm nəzəri bilikləri, həm tələbələrlə sual-cavab aparmağı, həm məşqələrin qruplarda aparmağı, sonra hansısa təlim vəsaitlərinin hazırlamağı, bunlar hamısı yoxlanılır. Və bunu yerində görmək həmin müəlliminin deməli bu və digər təlimdən real bəhrələndiyini görmək olar. Mən razıyam. Yəni bu təlim təcrübəsi bir bölüm kimi o testlərdə ola bilər. Amma təlim təcrübəsini baxmaq, yerində görmək Yəni bütövlükdə müəllimi biliyin, bacarığın 50 sualla, 50 test sualı ilə qiymətləndirmək nə dərəcədə düzgün deyə bir şey bu test qəbul olunandır yoxsa yox? Bu sınaq testindən söhbət gedirsə, yəni hazırlıq testindən. O bir ingilislərdə belə bir termin var, needs assessment. Yəni tələbatları öyrənmək, vəziyyəti İlkin vəziyyəti, sorğu məqsədi ilə. O kömək eləyəcək bilmək ki, ümumiyyətlə akademik bilikləri, pedaqoji bilikləri nə vəziyyətdədir? Hansı müəllimlərin təlimlərə ehtiyacı var və yaxud hansı müəllimlər daha yüksək göstəricilər göstərib və onları belə deyək də təlim keçmiş müəllimlər kimi xaricdə təlimlərə göndərmək lazımdır ki, onlar gedib xarici təhsil proqramları öyrənib Azərbaycana gəlib burada tətbiq eləsinlər. Yəni o səviyyədə bu testlər Elçin müəllim, imtahan istənilən halda qarşı tərəfin bir özündə məsuliyyət hiss etməsi deməkdir. Amma gəlin belə danışaq. Hansısa bir direktorun məktəb kollektivi arasında imtahan keçirib və sonra onun nəticələrin müəllimin qarşısına qoymaqla onun dərs bölgüsünə təsir göstərməkmi deyim, istədiyin formada idarəçiliyi ələ alması mı deyim, yəni oradakı o sualların tərtib olunması, harada tərtib olundu, necə tərtib olundu, əslində bu tələblərə cavab verən bir səviyyədədirmi deyə, kimlər bunu yoxladı, yəni hansısa bir kursla müqavilə bağlayıb, kurs müəllimini gəlib orta məktəb müəllimin imtahan eləməsi, bu əslində heç də qəbul olunan bir şey deyil. Təbii ki, bu yəni, peşəkar səviyyədə. Peşəkar səviyyədə sözsüz ki, kim imtahan olunursa o özünə məsuliyyət hiss eləyir və nələrisə öyrənib imtahana gəlir. Bu yaxşı bir şeydir. Yaxşı bir haldır. Və mən istərdim ki, elə bu məqamda bizim hörmətli müəllimlərimiz bizim söhbətimizə qoşulsun. İmtahanlarda iştirak edən müəllimlərimiz var, yəqin ki, auditoriyamızda. Eyni zamanda biliyinin qiymətləndirilməsinin gələcəkdə necə olmasını istəyən müəllimlərimiz var. Buyurun, söz sizdədir. 187 saylı məktəbin tarix müəlliməsi Hacıyeva Ruhəngiz. Çox yaxşı, buyurun. Bu çox aktual mövzudur. Təhsil sistemində işləyən hər bir kəs istər-istəməz bu mövzu ilə maraqlanır və daima bizim o diqqət mərkəzimizdə bu hansı formada həyata keçiriləcək. Məsələn, biz belə nəzərdə tutmaq istəyərdik ki, bir etapda biliklərin yoxlanılması həyata keçirilsin. Çünki biliksiz müəllim o sinifə daxil olursa onu heç bir şagird qəbul edə bilməz. Bu onun ilkin göstəricisidir, o sinifə daxil olduqda. Ondan sonra isə onun şagirdlərlə münasibəti məsələsi gəlir. Əgər o öz fənnini bilmirsə, o heç bir halda o 45 dəqiqəni necə deyirlər, sinifə ala bilməz. Əlbəttə. O 45 dəqiqə ərzində heç nə eləyə bilməz. Şagird əgər ondan bilik səviyyəsi ala bilmirsə, demək ona bir şəxsiyyət kimi də hörmət eləməyəcək. Birinci bilikdir, sonra isə o bacarıqlar, insanlarla ünsiyyət qurmaq, o tədris prosesini qurmaq bacarığı, şagirdlərə yanaşma prosesi, hamısı o biliyin əsasında dayanır. Sonra isə o dərsi apara bilmək bacarığı ön plana keçir. Məsələn, müstəqil ekspertlər burada otursunlar, onun dərslərində, onun dərsi haqqında rəylər bildirsinlər, onun dərsini qiymətləndirsinlər və bu formatı attestasiya həyata keçirilsin. Yəni, çox sağ olun, təşəkkür edirik. Digər müəllimlərimizin zəhmət olmasa eşitək. Buyurun. Zülfüqarova Səkinəli qızı. 266 saylı məktəbin, mən də tarix müəllimiyəm. Ümumiyyətlə, attestasiya məsələsi çox həssas məsələdir. Delikat məsələdir. Niyə? Burada söhbət uzun illər məktəbdə işləmiş, ömrünü, həyatını, biliyini, bacarığını məktəbə vermiş insanlardan gedir. Və bugün burada sir deyil hamıya ki, biz hamımız bilirik ki, o müəllimlər bu işi heç əmək haqqı düşünmədən eləyiblər, fədakarlıq eləyiblər. Bugün mən düşünürəm ki, heç kimin o müəllimlərə nəyisə bilmirsən get deməyə ən azından mənəvi haqqı yoxdur. Mən həm də attestasiyanın tərəfdarıyam. Əvvəl-axır bu yaxşı ilə pis seçilməlidir. Bilənlə bilməyən ayrı olmalıdır.
Amma burada bəlli bir baryer olmalıdır, mexanizm olmalıdır. Ümumiyyətlə, hər hansı bir işi öncə mexanizmini hazırlayıb, sonra həyata keçirmək lazımdır. Axına düşüb getmək yox, o axına necə düşüb, necə gedəcəyini əvvələ müəyyən eləməlisən. Biz bugün Azərbaycan təhsilində islahat həyata keçiririk, kurikulum islahatı. Biz hamımız bunu bilirik, şahidi, iştirakçısıyıq. Hər hansı bəlli bir standartlar hazırlanıb və uşaq o standartları yerinə yetirməlidir. Müəllim də o standartları ödəməyə məcburdur. Yəni, ümumi təlim nəticəsi deyə bir şey almalıdır. Bəs müəllimlər üçün peşə standartları necə hazırlanıb mı? İlk öncə müəllimlər üçün bəlli bir peşə standartları hazırlanmalıdır. O hazırlanmış standartlarla bu müəllim ordusu tanış olmalıdır. O standartlar əsasında özünü hazırlamalıdır, müəllimə vaxt verilməlidir. Və o verilmiş vaxt ərzində bu müəllim kimsə özünü tez hazırlayırsa tez keçsin, kimsə özünü gec hazırlayırsa prosesin sonuna qədər keçsin. Bu mexanizm öncə işlənməlidir. Bu işi nə məktəb direktorlarına, nə də təhsil şöbə işçilərinə həvalə eləmək olmaz. Dünya praktikasında belə bir şey yoxdur ki, işi görmüş adam öz işinin nəticəsini yoxlasın. Belə bir şey yoxdur. Adətən iş görülür, onu isə tamam neytral bir qurum, o işə dəxil olmayan bir qurum yoxluyur. İndi də qoy attestasiyanı elə bir qurum yaradılsın və həyata keçirsin ki, o bu işdə şəxsi maraqları yoxdur. Yalnız cəmiyyətin maraqlarını, təhsil maraqlarını düşünür. Və mən düşünürəm ki, belə olsa biz uğur qazanacağıq, əgər belə olmasa yox. Çox sağ olun, təşəkkür edirik. Adətən bir reallıq var, hər birimiz universitetdə ali təhsil aldığımız müddətdə, yəni bizə düşəcək sualları əvvəlcədən hansı yolla gedəcəyimiz üçün bizə bir istiqamət verən hansısa bir materiallar olurdu. Bu gün üçün də müəllim əgər attestasiya olunacaqsa, əvvəlcədən, bəli, ən azından müəllimə istiqamət lazımdır ki, müəllim hansı sahələrə daha çox maraq göstərir, daha çox vaxt ayırıb müəyyən nələri vərəqləsin. Ola bilər ki, bir müəllim uzun müddətli təcrübəsi var, amma nəzəri cəhətdən hər hansı bir psixologiya ilə bağlı ola bilər, pedaqogika ilə bağlı ola bilər, nələrsə yadından çıxsın və o testdə onun qarşısına düşən sualda aciz qalsın. Bu demək deyil ki, o yaxşı müəllim deyil. Yəqin ki, mənə razılaşırsınız. Və yenidən auditoriyada əyləşən müəllimlərimizə işləyək. Buyurun. Səba rayonu Osman Mirzəyev adına 190 saylı məktəbin direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Təranə xanım Yusubova. Çox yaxşı, buyurun. Mən ekspertlərin rəyini dinlədim, direktorların rəyini eşitdim. Mən öz fikrimi bildirmək istəyirəm ki, bugün müəllimlikdən əlavə biz həm də anayıq. Biz bugün uşaqlara qayğı ilə yanaşırıq. Mən belə düşünürəm ki, əgər bugün müəllim həmin o diaqnostik testdən 100 bal alıbsa, bu hələ o demək deyil ki, o 100%lik müəllimdir. Onun biliyi 100% ola bilər. Amma digər bir tərəfdən yoxlayaq. Görək o 100% müəllimdirmi? Anadırmı? Mənə elə gəlir ki, müəllim ola bilər ki, 90 bal toplasın, 90% biliyə malik olsun. Amma o biliyinin 90'ını da şagirdə çatdıra bilsin. Müəllim ola bilər ki, bugün 100% bilsin, amma onun 10%'ni sinifdə verə bilməsin. Siz bayaq qeyd elədiniz o repetitorliklərlə bağlı. Bəli, mən onunla razıyam ki, bugün repetitorlik edən müəllimlər 100% bilirlər. Amma onlar sinifdə 100% mi müəllimdilər? Yox, mən belə düşünürəm ki, yox. Mən elə bir meyar istəyirəm seçilsin ki, bugün müəllim təkcə 100 bal toplayan müəllim yox, digər bir tərəfdən gözəl insan, qayğıkeş ana, mehriban dost, yoldaş, sonra 100%lik müəllim olsun. Çox sağ olun, təşəkkür edirik. Buyurun. 23 nömrəli məktəbin direktoru Yuliya Kərimova. Burada auditoriyada beynəlxalq təcrübədən danışdılar, müəllimin fəaliyyətinin qiymətləndirilməsi və ümumiyyətlə söhbət necə sualından gedir, yəni metodlardan. Mənə elə gəlir ki, ümumiyyətlə necə sualından əvvəl biz nə üçün sualına cavab tapmalıyıq, yəni müəllimin qiymətləndirilməsi hansı məqsədlə keçirilməlidir və o məqsədə uyğun da metodlar seçilməlidir. Ümumiyyətlə beynəlxalq təcrübədə müəllimin fəaliyyətinin qiymətləndirilməsi üçün çoxdur.
yollar, metodlar çoxdur. Burada dərsin davamlı müşahidələri, əvvəlcədən razılaşdırılmış meyarlara görə, burada şagirdlərin müəllim haqqında rəylərin toplanılması, müəllimin peşəkar inkişafını göstərən portfoliosunun yoxlanılması və s. metodlar kimi və məsələn artıq hardasa bir 10-15 ildə Amerika Birləşmiş Ştatlarında ən çox yəni yayılmış bir üsullardan da biri uzun davamlı yəni müəllimin fəaliyyətinin izlənilməsi, onun şagirdlərin göstərdiyi nəticələrə əsasən müəllim fəaliyyətinin qiymətləndirilməsindən söhbət gedir. Məsələn, riyaziyyat müəllimi 5-ci sinifdə bir də sinifi götürür. O şagirdlərin nəticələri 5 il, 8 il ərzində izlənilir və müəllimin fəaliyyəti bu yolla qiymətləndirilir. Yəni bir hansısa testlə və inandırıram sizi ki, heç bir yəni inkişaf olunmuş biz bu dəqiqə nümunə götürdüyümüz ölkələrdə müəllimin fən üzrə biliyi yoxlanılmır. Çünki müəllimin fən üzrə biliyin təminatı universitet verməlidir. Əgər universitet 4 il, 5 il, 6 il təhsilin nəticəsində bu insana riyaziyyat fəni üzrə müəllimlik diplomunu veribsə, artıq heç kəsin, yəni tələbat da yoxdur onun fən üzrə biliyini yoxlamağa. Artıq diplom təsdiqləyir bunu. Burada söhbət tamamilə başqa şeylərdən gedir. Pedaqoji yanaşmalardan, metodoloji müxtəlif yanaşmalardan və ən önəmli meyarlardan biri də müəllimin öz üzərində peşəkar kimi işləməsi. Və əgər biz bugün burada diaqnostik qiymətləndirmədən danışırıqsa, deməli məqsəd də elə diaqnoz qoymaqdır. Bizim müəllim bir peşəkar kimi hansı tələblərə, belə deyək, tələb biraz tələbkar sözdür, amma yəni hansı ehtiyaclarla qarşılaşır və o ehtiyacları biz bir sistem olaraq, biz məktəb direktoru olaraq necə ödəyə bilərik? Əsas məsələ budur. Çox sağ olun, təşəkkür edirik maraqlı fikirlərinizə görə. Bir müəllimin bacarığını biz müəyyənləşdirirsə, onu 2-3 saat içərisində mümkün deyil. Buyurun, eşidək sizi. Bakı şəhəri 225 saylı məktəbin tarix müəllimi Firəddin Eyvazov. Buyurun Firəddin müəllim. Mən bu verilişin mövzusunu öyrənib bura gələndə Azərbaycan sözlüyündə, lüğətində müəllimlərin attestasiyasının hansı cür izahına baxdım. Orada belə deyilir, olduğu kimi oxuyuram. Dövlət və ya özəl təhsil müəssisəsi işçilərinin bacarığının, pedaqoji professionallığının və əmək məhsuldarlığının kompleks qiymətləndirilməsidir. Əgər Azərbaycan təhsili bu prosesi layiqincə keçirə bilsə, təhsil ucalacaq. Yox, Azərbaycan təhsili bu prosesi kimlərinsə qazanc mənbəyinə, kimlərinsə bir mənafi güdmə xatirinə keçirəcəksə, Azərbaycan təhsili indikindən də bir 10 qat aşağı səviyyə inəcək. Ona görə də mənim bu barədə xüsusi təkliflərim var. Təkliflər nədən ibarətdir? Hər bir müəllim məktəbdə işlədiyi müddətdə ən azı 5-10 sinifdə dərs aparır. Dərs saatlarından asılı olaraq. İndi yeni kurikulum proqramı əsasında müəllim ilk dəfə sinifə girəndə orada ilkin diaqnostika qiymətləndirməsi aparır. Məktəb rəhbərliyinin iştirakı ilə. Müəllim, sən bu səviyyədə sinifi götürdün, bilik budur. Dərs ilinin ortasında və axırında kiçik, böyük summativlər qiymətləndirmə yolu ilə bu sinif hara qalxdı, bunu müəyyənləşdiririk. Mənə elə gəlir ki, bunun üçün hər bir məktəb rəhbərliyi Təhsil Nazirinin xətti ilə müəllimlərlə fərdi müqavilə bağlamalıdır və həmin müqavilənin nəticələrinə olaraq hansı nəticəyə çatsaq, müəllim, sən nə qədər əmək haqqı alacaqsan, sənin qazancın nə olacaq? Və ondan sonra müəllim də çalışmalı o nəticəyə çatsın. Mənim fikrimdə attestasiya budur. 86 nömrəli məktəbin direktoru Almaz Əzizova. Bugün əgər ölkə başçısının neft kapitalını insan kapitalına çevirmək devizi altında biz irəliyə doğru gediriksə, bu təhsil işçilərinin qarşısında çox mühüm bir vəzifə qoyur. Bu kapital məktəblərdə yetişməlidir. Bu kapitalı müəllimlər yetişdirməlidir. Və bu kapitalı yetişdirmək üçün müəllimlərdən xüsusi bacarıq, xüsusi səriştə, peşəkarlıq tələb olunur. Bu bacarığı, peşəkarlığı, səriştəni ortaya qoymaq üçün
müəllimlərin bu diaqnostik qiymətləndirmədən keçməsini zəruri hesab edirəm. Çox sağ olun, təşəkkür edirik. Ekspertlərimiz yəqin ki, auditoriyada səsləndirilən fikirlərlə bağlı sizin də əlavələriniz var. Mən istərdim ki, xüsusən 23 Ali Məktəbin direktoru Yuliya xanımın fikirlərinə münasibət bildirəsiniz. Yuliya xanımın fikri ilə tamamilə razıyam. Müəllim təkcə akademik biliklərlə fərqlənməlidir. Təbii ki, akademik bilikləri o universitetdə alır. Əgər yaxşı biliklər alıbsa, o yaxşı da dərs deyəcək. Müəllimin yaxşı dərs deməyi, onun pedaqoji biliklərindən, bacarıqlarından, onun öz dərsini məhəbbətlə çatdırmaqda, uşaqlarla, məktəblərlə dil tapmaqda, onlara ata-ana qayğısı göstərməklə, o müxtəlif ailələrdən gələn uşaqlarla dil tapmaq, istedadını hiss etmək, ona dəstək vermək, fəallığını hiss etmək, onda liderlik keyfiyyətlərini aşılamaq, ibtidai sinif müəllimi, sinif rəhbəri, fən müəllimi, hər bir uşağın gələcək inkişafına da məsuliyyət daşıyır. Çox sağ olun, təşəkkür edirik. Bugün deyirsiniz ki, diplom alan o demək deyil ki, müəllimdir, düzdürmü? Yəni, bugün universitetlərdə ali məktəbə bitirib, orta məktəbə gəlmək istəyən müəllim sizin tələblərinizə cavab verən səviyyədədirmi? Ceyran xanım, necə düşünürsünüz? Xeyr deyirsiniz. Bəlkə o zaman elə bizim diaqnostik qiymətləndirməni bəlkə müəllim hazırlayan müəllimlərin üzərində aparaq, onların bəlkə də daha da təkmilləşməsi istiqamətə yönəlir. Çünki ötən il Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu ilə bağlı nəticələr onu göstərdi ki, minlərlə müəllimlik ixtisası alan müəllimlər imtahana keçmədi. O məsələyə mən elə özüm onu qeyd eləmək istəyirdim ki, keçən il müəllimlərin məktəbə qəbulu üzrə Təhsil Nazirliyində yaranmış komissiya deməli, baxmayaraq ki, 4000-dən çox vakansiya yeri var idi, amma səhv etmirəmsə, 1500-ə yaxın yalnız o vakant yerlər təmin olundu və baxmayaraq ki, o vakant yerlər qaldı, amma onlar keçid balını aşağı salmadılar. Mən bunu çox təqdirə layiq hesab edirəm. Bir çox parametrlər var, amma akademik bilik parametrini arxaya çəkmək olmaz. Ümumiyyətlə, biz müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinə nəzər yetirdik, görürük ki, Təhsil Nazirliyinin tələbi ilə buradakı tədris proqramı arasında çox böyük fərq var. Yəni, kurikulum əsasında tələb olunur bilik, amma ali məktəblərin bir çoxunda isə həmin o tədris 90-cı illərdə, 95, 98, 99, yəni bu sistemə uzlaşma biraz hələ ki, yaş səviyyədə deyil. Bununla mən istəyərdim, bununla bağlı bizim gənc və bacarıqlı müəllimlərimiz əyləşir auditoriyada, ilim müəllimləri, onlar fikirlərini bildirsinlər. Buyurun. Bakı Modern Məktəbinin ibtidai sinif müəllimi Sevinc Əliyeva. Düzdür, biz də bir çox nailiyyətlər əldə etmişik, amma bunu da demək istərdim ki, yəni təcrübə əsasında əldə etmişik. Yəni universiteti qurtarmaq, diplom almaq, müəllim olmaq demək deyil. Çünki bu müəyyən bir bilik bazası toplanır. Sadəcə sonradan bunu işlətmədikdə, yəni pasiv qalsa biz heç nə əldə edə bilmərik. Müəllim öz üzərində işləyir, çalışır, daim axtarışda olur. Hətta biz indi də axtarışdayıq. Hər gün, məsələn, sabahki dərsi necə quracağımızı fikirləşirik ki, yeni bir ideya ilə sinifə gedək ki, şagirdləri təəccübləndirək, onlardan maraq oyadaq, dərsə qarşı həvəs oyansın ki, onlar kitabdan, oxumaqdan, təhsildən uzaqlaşmasınlar, daim onun içində özlərini hiss etsinlər. Və demək istərdim ki, biz 1998-ci ildə mən universitetə qəbul olmuşam və 2002-ci ildə qurtarmışam, ancaq bu o demək deyil ki, biz indi fəal təlimdə dərslərimizi keçirik, bizə universitetdə həmin o üsullar tədris olunmayıb. Nəzərinizə çatdırmaq istərdim ki, Kərim Kərimovun, mənim psixologiya müəllimim olub, biz onun birinci kursdan dərslərində hal-hazırda kurikulum islahatının tətbiqi zamanı, yəni fəal təlimdə işlətdiyimiz bütün metod üsulları o zaman öyrənmişik. Sadəcə o zaman biz o metod üsulların bugünkü günümüzdə bizim işimizə yarayacağını bilmirdik. Sadəcə bizə psixologiya elmini öyrətdiyi zaman onlar bu tələb dəyişilməz olaraq onsuz da qalır. Müəyyən sahələr var ki, sadəcə olaraq forma dəyişilir. Forma dəyişilir və həmin mən çox sağ ol deyirəm ki, mən öz pedaqogika müəllimimə və psixologiya müəllimimə ki, o zamanki onların təcrübəsindən, onların bizə qarşı qoyduğu tələblərdən və onların bizə verdiyi pedaqoji, psixoloji, yəni
o bilikləri biz indi tətbiq edə bilirik. Buyurun, sizin fikirlərinizi eşidək. Bakı şəhəri 5 nömrəli tam orta məktəbin direktoru Nəriminə Gündüzlü. Əgər müəllim müəyyən bir biliyə sahib də ola bilər, müəyyən bir bacarığı da varsa və bunun nəticəsi sonda, əgər nəticə yönümlü təhsil yoxsa və müəllim müstəviyə heç bir nəticə getirmirsə və bunu araşdırıb tapmaq lazımdır. Və bundan da əlavə mənə elə gəlir ki, məktəb divarları arasında, məktəb dəhlizlərində çox böyük təkliflər irəli sürürlər müəllimlər. Heç olmasa ilkin mərhələdə məktəblərdə sorğular aparılsın. Deyə bilmərəm ki, Bakı şəhərinin bütün məktəblərində sorğular aparılsın. Müəyyən bir qruplar içərisində və bu nəticə bu zaman sorğunun nəticələri də önəmə çəkilir. Bizim verilişimiz bunun üçün təşkil olunur. Önəmə çəkilə bilər və həmin sorğular həm şagirdlər arasında, həm valideynlər arasında da aparılsa və mənə elə gəlir ki, müəyyən bir fikir yenə də formalaşa bilər bununla bağlı. Buyurun. 86 nömrəli məktəbin ibtidai sinif müəllimi Nəsibova Gülsüm. Müəllimi birinci göstəricisi onun valideynləridir. Valideyn öz uşağını evdə görür, necə qiymətləndirirsə, o müəllimin qiymətini verir. O müəllimin şəxsiyyətini verir, o şəxsiyyətinə hörmət edir. O müəllimin özünü aparmasına, şagirdə necə yanaşmasına, şagirdə ana kimi yanaşmasına, şagird şəxsiyyətinin formalaşmasına necə münasibət bildirir, valideynlərin fikri dinlənilməlidir. Valideynlərin də fikri burada əsas götürülsün. Bu bir təklif. Buyurun. Təhsil Problemləri İnstitutu Təhsil Texnoloji Mərkəzinin direktoru Muxtar Həsənov. Biliyin qiymətləndirilməsi bizim özümüzə də lazımdır. Yəni bu sadəcə çox sürətli, tələsik bir şəkildə yox, bu mərhələlərlə həyata keçməlidir. Mən hesab edirəm ki, indi hazırda repetitor, hazırlıqla bağlı repetitorların özləri də sınaqlar, testlər keçirirlər. Amma məsələn, Dövlət Tələbə Qəbul Komissiyası sınaq testi keçirir magistratura ilə bağlı. Yəni bu təlim mərkəzləri də başlayıb bu prosesə qoşulacaq. Yekunda dövlət rəsmi təşkilat öz sınaq testini keçirməlidir. Bu iki mərhələni əhatə eləməlidir. Birinci mərhələdə onun məntiqi, İKT, tutaq ki, ümumi pedaqoji, dövlət təhsil strategiyası, siyasəti ilə bağlı məsələlər. İkinci mərhələdə isə onun fənni necə tədris eləməsi ilə və digər buradakı təkliflərlə bərabər əhatəli şəkildə istər şagird qiyməti, istər valideyn, hamısı ikinci mərhələdə öz əksini tapmalıdır. Çox sağ olun. Buyurun, gənc müəllimlərimiz danışsın. Buyurun. 7 nömrəli məktəbin riyaziyyat müəllimi Yolçevir Şəhla. Mən də fikirləşirəm ki, əgər müəllimlər attestasiyadan keçəcəksə, birinci onların akademik bilik səviyyəsi müəyyənləşdirilməlidir. Əsas bu nəzərdə tutulmalıdır. Onların psixoloji və ya metodoloji, yəni hazırlığı, o müəyyən bir müəllim açıq dərs verməklə, ekspertlər oturmaqla onu müəyyən edə bilərlər. Ancaq müəllim hər hansı bir müəllim sinifə girirsə, əsas onun akademik bilik səviyyəsi müəyyən yetəri səviyyədə olmalıdır. Və fikirləşirəm ki, bəlkə də attestasiyadan sonra da ola bilər ki, həqiqətən də yüksək səviyyədə o attestasiyanı keçən müəllimlər, məsələn, yuxarı siniflərdə, 9-10-11-ci siniflərdə, məsələn, işləyə bilsinlər, yəni ki, həmin müəllimlər işləsinlər. Çünki yuxarı siniflərdə müəllimin bilik səviyyəsi lazımi səviyyədə olmalıdır. Və qeyd etmək lazımdır ki, müəllimin akademik biliyi nə dərəcədə lazımdırsa, onun psixoloji durumu da əsas şərtlərdən biridir. Və ibtidai siniflərdə tədrislə məşğul olan müəllimlərin əgər psixoloji durumu yerində deyilsə və uşaqla rəftarı normal deyilsə, bəli, bu ümumiyyətlə diaqnostik qiymətləndirmənin üstün tərəfləri sözsüz ki var və bu üstün tərəflərdən biri də məhz müəllimin psixoloji durumunun müəyyənləşdirilməsinə xidmət edir. Amma hər halda birinci akademik bilik səviyyəsi yerində olmalıdır. Sözsüz. Buyurun, digər müəllimlərimiz eşidək. Bakı şəhəri Tahir Həsənov adına 23 saylı məktəbin ingilis dili müəllimi Vəfa Zeynalova. Mən özüm hal-hazırda ingilis dili müəllimlərin peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsi layihəsində iştirak edirəm. Və müəllimlərin attestasiyasına gəldikdə isə buna çox pozitiv fikrim var. Nəhayət ki, işləyən və işləməyən müəllimlər arasında fərq qoyulacaq. Həmişə bizdə ailədə belə söhbət olardı ki, sən çalışırsan, mütəmadi olaraq layihələrdə iştirak eləyirsən, bəs başqa müəllimlər necə? Mən deyirdim ki, bir vaxt gələcək, yəni müəllimlərin fəaliyyətinə qiymət qoyulacaq. Açıq dərslə, inandırım sizi, müəllimin həm akademik biliyi, həm onun psixoloji durumu, həm bilik vermə qabiliyyəti, müasir texnologiyalara, müasir təlim standartlarına uyğun dərslər verilməklə, yəni əgər müəllim bu potensialı özündə tapırsa, əgər buna bacarığı varsa kifayət qədər,
yəni o kifayətdir mənə elə gəlir. Müəllimin dərslərinin yəni silsilə olaraq bir dərslə biz deyə bilmərik ki, bir dərs hazırlamaqla, açıq dərs verməklə müəllim yaxşı müəllimdir. Yox, yəni bu sistem şəklində, kompleks şəklində attestasiya aparılmalıdır. Çox sağ olun, təşəkkür edirik. Auditoriyanın yekun fikirlərini eşitdik. İndi sən növbə ekspertlərimizdədir. Buyurun. Mən hesab edirəm ki, müəllim fəaliyyətinin qiymətləndirilməsində bütün müəllimlərə eyni metodikanı tətbiq eləmək olmaz. Birinci qiymətləndirmədə bu nəzərə alınmalıdır, müəllimlərin diaqnostikasında. Yəni ki, ən az heç olmasa 3 ildən 5 ilə qədər iş stajı olan müəllimlərə bir metodika tətbiq olunmalıdır. 5 ildən 15 ilə qədər, 10 ilə qədər olan müəllimlərə bir metodika və ondan yuxarı olan iş stajına malik olan müəllimlərə digər metodika. Bu mütləqdir. Nəyə görə ki, o gənc müəllimdir və Təhsil Nazirlikdə imtahan verib işə qəbul olunubdur və gəlir yeni il biz yenə onu diaqnostik edirik. Bu baxımdan mən hesab edirəm ki, 3 ilə qədər stajı olanlar müəllimlərə ehtiyac yoxdur. Növbəti 3 ildən 5 ilə qədər olan, yəqin ki, buradakı bizim direktorlarımız da bilir, bu əmək haqqı sisteminin hesablanmasında da bu iş stajı nəzərə alınır. Həmin o iş stajına uyğun olaraq müəllimlərin diaqnostikasının keçirilməsini təklif edirəm. Gülən xanımın təklif elədiyi təcrübə Hollandiyada, İngiltərə modellərində var. Müəllimin fəaliyyətinin dərs dediyi sinifdəki uşaqların nəticələrinə görə kriteriyalara bölünməsi və ona uyğun əmək haqqı sisteminin tətbiqi. Bu, özünü doğrultmuş bir sistemdir. Amma gəlin görək, sinifin komplektləşməsində bu məsələlər nəzərə alınırmı? Biri var hazır birliklə məktəbə gələn şagirdlər, biri var ümumiyyətlə oxuyub yaza bilməyən şagirdlər. Bunu A müəlliminə veririk, oxuyub yaza bilən şagirdlər. B müəlliminə veririk zəif şagirdləri və yekunda biz qiymətləndiririk. A müəlliminə deyirik yaxşı, B müəlliminə isə deyirik pis müəllim. Əksinə, bunların ikisinin də başlanğıc və son nöqtələrini biz müqayisə eləsək, görək ki, B müəllimi daha yaxşı müəllimdir, nəinki A müəllimi. Ona görə diaqnostika eləyəndə çox həssas olmaq lazımdır. Biz diaqnoz qoyuruq. Bu işdə bizim hər hansı bir səhv addımımız cəmiyyətdə çaşbaşlığa, çaşqınlığa gətirib çıxara bilər. Ona görə bu iş çox sistemli şəkildə ölçülüb biçilməli, sonra müvafiq qərar verilməlidir. Çox sağ olun, təşəkkür edirik və Elçin müəllim qeyd edim ki, Türkiyədə belə bir sistem tətbiq olunub ki, könüllülük prinsipi ilə əgər hər hansı bir müəllim dərəcəsini artırmaq istəyirsə, buyur, könüllü şəkildə imtahana gedir, öz istəyi ilə imtahan verir və dərəcəsini artırır. Yəni məcburi şəkildə, kütləvi şəkildə müəllimi hansısa bir diaqnostik qiymətləndirmə və İlham müəllim qeyd etdiyi kimi sonradan bunun müəyyən fəsadlarının olması sizcə daha optimal variant deyilmi? Yəni ilkin variant. Məncə sizlə razıyam. Bu iş daha önəmli könüllü prinsiplərlə yaxşı olar. Könüllü prinsiplərlə, amma burada təhsildə, idarə etmədə rəqabət yarana bilər. Yəni könüllü prinsiplərlə bu testlərdə, sınaq testlərində iştirak edəndən sonra müəyyən nailiyyətlər aşkar olunacaq və yaxşı müəllimlər stimullaşdırılacaq. Yaxşı müəllimlər təlimlərə göndəriləcək və o, belə deyək də, o testlər, sınaq testlərində iştirak etməyənlər də hiss edəcək ki, burada bu testlərin məqsədi peşəkarlığın inkişafı və müəllimlərə karyer inkişafına dəstək vermək. Gələcək inkişafında, gələcək belə deyək də, uğurlarına, nəticə yönlülüyə kömək eləməkdir və digər müəllimlər də qoşulacaq bu proseslərə. Theodor Roosevelt'in bir sözü ilə bitirim çıxışımı. O deyirdi ki, biz uşaqlarımıza 100% gələcəyi təmin edə bilmərik, amma biz uşaqlarımıza gələcəyə hazır olmaqda kömək edə bilərik. Və biz hamımız müəllimlərlə bir yerdə uşaqlara yaxşı gələcəyə hazır olmaqda kömək edə bilərik. Çox sağ olun. Ekspertlərimizə təşəkkür edirəm. Auditoriyada əyləşən müxtəlif məktəblərin direktorları, eyni zamanda məktəblərdə çalışan müəllimlərə təşəkkür edirəm. Çox maraqlı və aktual bir mövzunun müzakirəsini apardıq. Yəqin ki, bu prosesi həyata keçirmək istəyində olan qurumlar müəyyən nəticə çıxartdı. Əziz tamaşaçılar, növbəti açıq dərsdə yenidən görüşəcəyik. Sağ olun, salamat qalın.